Piyada zolaqlarının silinməsi görünməyən təhlükə yaradır. Piyada zolağa güvənərək yolu keçməyə cəhd eləyir, sürücü isə bu maneəni son anda görür. Nəticədə yol nəqliyyat hadisəsi baş verir. Keçmək bizə çətindir. Zolaqlar silinibdir, nə bilim, indi bax bu tərəfdən də gələn maşın, o tərəfdən də keçəndə çox vaxtı görmür. Abbasqulu Ağabaşxanov küçəsində isə daha maraqlı mənzərə var. 4 tərəfli yol ayrıcında 2 zolaq yenilənib, digər 2 zolaq isə görünməz vəziyyətdədir. Sanki görülən işlər yarımçıq saxlanılıb. Piyada görür, yaxında olduğuna görə də özünü yola atır və biz çatanda gec görürük, onu gec müşahidə etdiyən yolda problem yaradır, piyadanı vurma ehtimalı artır. Çətinlik yaradır yollarda? Əlbəttə yaradır. Hansı çətinlikləri? Görmürük də, yoxdur. Zolaq yoxdur. Yollarda zolaq problemi təkcə piyada keçidlərində deyil, eyni zamanda avtobus zolaqları da solmuş və görünməz vəziyyətdədir. Ben neçə dəfə polis sakladı beni buna göre. Aynı zamanda bu sarı hatlar da bazı yerlerde gözükmüyor. İnsan görmür, bilmir harda zolaq var. Sonra ona görə cərimə eləyək ki, zolağın üstünə çıxmısınız. Maraqlıdır. Görünməyən zolağa görə sürücü bilmədən qaydanı pozarsa, cərimələnə bilərmi? Sürücülər xətlənmə olmadığı və ya təbii təsirlərə görə xətlənmənin görünmədiyi halda yol nişanlarının və qanunun müvafiq tələblərinə uyğun hərəkətlərini davam etdirməlidirlər. Aynadan o da bildirildi ki, bu il ərzində paytaxtda 217 piyada keçidi və 800 kilometrə yaxın ümumi yol xətlənib. Adı çəkilən ərazilərə gəlincə, Abbasqulu Ağabaşxanov küçəsində asfalt örtüyü təzəlikcə yeniləndiyindən bütün xətlər, eləcə də piyada keçidləri yeni təşkil olunmuşdur. Azalıq prospekti hissəsində keçidlər daha əvvəl çəkildiyindən təbii olaraq çirklənib və fərqli görünür. Abbas Mirzə Şərifzadə küçəsində də piyada xətləri və 20 yanvar ərazisində avtobus zolaqları mövcuddur. Silinəcəyi təqdirdə yenidən bərpa ediləcək. Hazırda həmin ərazidə də xətlər çirkləndiyindən solğun görünür. Yollarda təhlükəsizliyin əsas şərtlərindən biri aydın görünən nişanlanmalardır. Buna görə də aşınmış xətlərin gecikdirilmədən yenilənməsi vacibdir. Vüqar Alışov, Zahir Zahidoğlu, Pərviz Mustafayev, ASTV Xəbər.